Qızdan təmiz keçmiş istəyən kişilərin çoxunun öz keçmişi təmiz deyil. Və ən qəribəsi budur. Onlar bunu problem saymır. Cəmiyyət qıza deyir, özünü qoru, adını qoru, keçmişin olmasın. Amma o ona deyir, cavandır, təcrübə yığır. Kişidir də. Bəs niyə? Niyə qızın keçmişi ayıb sayılır, oğlanın keçmişi isə təcrübə? Bir kişi münasibətə girəndə onun keçmişi normal həyat olur. Bir qadın münasibətə girəndə isə dərhal soruşurlar. Bəs bundan əvvəl kim olub? Ən maraqlısı bilirsən nədir? Bəzi kişilər qadının ağıllı, rahat, özünə güvənən, münasibət qurmağı bacaran olmasını istəyir. Amma eyni zamanda istəyir ki, onun heç bir keçmişi olmasın. Bu necə mümkündür? Sən təcrübəli qadın istəyirsən, amma onun heç vaxt təcrübəsi olmasın istəyirsən. Bu sevgi deyil, bu nəzarət istəyidir. Qadının dəyəri onun keçmişi ilə ölçülmür. Kişinin də ölçülməməlidir. Əgər qayda varsa, hamı üçün olsun. Əgər keçmiş müzakirə olunursa, iki tərəf üçün də eyni ölçü ilə olunsun. Səncə qızdan təmiz keçmiş tələb edən kişi öz keçmişinə də eyni sualı verməlidir?